Pozublar, hüquqlarımızı pozublar. Biz heç sürədə bir milləti pis günə qoyublar. Ancaq fikirləşirik ki, evə çörək pul aparaq. Sosial şəbəkədə paylaşaram ki, mən belə bir ədalətsizliyə məruz qalmışam. Cəmaatdan kömək istəyərəm, rəyim bildirərəm, vəkilə müraciət eləyərəm və s. İş burasındadır ki, mənim etirazım heç kimə lazım deyil. Heç kim onu saymayacaq, heç kim ona baxmayacaq. Ona görə, necə deyirlər, tək əldən səs çıxmaz. Kim bunu eşidər? O qədərən var ki, təkcə qazilərimizi demək istəyirəm. Onların haqları ki, kəsilib, nə qədərən göstərilir. Qalan şeyə mən susuram. Deyə bilmərəm heç nə. Əgər hüquqlarım tapdalanarsa, hüquq çərçivəsində müraciət edirəm lazım olan orqanlara. Nə məsləhət bilirlər, orada da baxlar. Onlar da baxmazsalar, heç nə susaram. Başqa yolum yoxdur. Niyə eləyə bilərəm ki? Əgər dövlət orqanları, səlahiyyətli orqanlar baxmasa, bizim şikayətlərimizi nəzərə almasa, onlardan yüksək dövlət orqanı nə var ki? Baxmayanda baxmayacaqlar. Pozublar, hüquqlarımızı pozublar. Biz heç sürədə bir milləti pis günə qoyublar. Ancaq fikirləşirik ki, evə çörək pul aparaq. Düz danışanların qələmi qırılır həmişə. Düz danışanların qələmi qırılır, sözü yoxdur burada keçməyə. Azərbaycanda söz deməyə sözləri yoxdur. O qədər haqsızlıqlara qalıb, o qədər müraciət eləmişəm ki, heç bir mənası yoxdur bu dövlətə müraciət eləməyin. Dövlət qurumlarından mənə aid olan haqqı tapdalayan insanlardan haqqımı tələb edərdim. Bildirirəm, bildirsəm də xeyri yoxdur. Elə bir adamlarla işləyirəm ki, onların əli uzundur. Mən bir dəqiqə içində çıxarıb ata da bilərlər, şəhərliyə də bilərlər. Kiridə qalıram, yol süpürürəm, imkanım yoxdur, kreditim var. Başqa nə deyə bilərəm? Onsuz da bir dənə Allaha sığınıb işləyirəm balama. Hər insan öz hüququnu bilməlidir. Heç bir günahsız adamı tutmurlar, nə günahsız adamı danlamırlar. 220 manat sosial yardım verir, pensiya. Onu da heç artırmadılar bu illəri. Bax, bu mənim sözlərimi çatdırır mərkəzə ki, bu 5000, 3000 alanın pensiyasını qaldırır, bu sosial 220 manat pensiya alıram, onu qaldırmır. Onlar pis yaşayır, biz yaxşı yaşayırıq. Onlara versinlər, eybi yoxdur, nə olar. Biz bir təhər yaşayarıq.